Hər birinizi YouTube kanalımda salamlayıram. Ən çox sorğular bu aralar Dream Board üzərindən gəlir. Mən isə həyatımda 29 yaşım var indi və ilk dəfədir bu il Dream Board hazırlamışam və ona görə də istəyirəm sizlərə 2026-cı il gəlmədən izah eləyim ki, Dream Board nədir, necə düzəldilir, faydası varmı, yoxmu və necə eləyə bilərsiniz ki, məqsədlərinizə çox rahatlıqla çatasınız. Amma ilk öncə istəyirəm ki, YouTube kanalıma abunə olasınız, bura abunə olmağı qaçırmayasınız. Çünki burada həm ödənişsiz maraqlı webinarlar keçirilir, həm də bax belə faydalı videolar olur. Baxın, mən bu il ilk dəfədir belə bir Dream Board hazırladım. Bəli, bu Dream Board'u hazırlamağa vaxt getdi. Əvvəllər heç zaman Dream Board etməməyimə baxmayaraq mənim həmişə arzularım həyata keçib və insanlar həmişə soruşub ki, sən Dream Board düzəldirsən, necə Dream Board düzəldin, mən necə arzularımı gerçəkləşdirim. Ona görə də istəyirəm sizlərlə bugün bu barədə danışaq. İlk öncə isə qısaca məni tanımağınızı istəyirəm. Bəlkə də məni tanımırsınız, Instagramda izləmirsiniz. Aşağıda açıqlama bölməsində mütləq izləməyinizi istəyirəm. Çünki mənim Instagram səhifəm tam bir Dream Boarddur və mənim səhifəmi izləyib də məqsədlərinə çatmayan, öz həyatında arzularını reallaşdırmayan insan artıq ola bilməz deyə düşünürəm. Çünki tam olaraq motivasiya edici, həm də düzgün yönləndirici bir səhifədir. Digər tərəfdən isə mən coacham, öz akademiyam var və hətta öz metodologiyam əsasında beynəlxalq sertifikatlı coachlar da hazırlayıram. Ona görə də səhifəmi izləyə bilərsiniz. Sizin üçün də faydalı olacaqdır. Fərqi yoxdur, siz coach olmaq istəyirsiniz, yoxsa özlərinizdə işləmək istəyirsiniz, irəliləyiş üçün, yüksəliş üçün heç fərqi yoxdur. Gəlin baxaq görək, mənim hazırladığım bu Dream Board ümumiyyətlə faydalıdır yoxsa yox və necə ən faydalı şəkildə bundan istifadə edə bilərik. Ümumiyyətlə bizim rektikular aktiv sistemimiz var. Okay. Və o aktiv sistemi nəyə fokusluyuruqsa biz beynimizdə, həmin şeyi artıq başlayır psixika gerçəkləşdirməyə, sanki fürsətlər qarşımıza çıxmağa. Qısaca mən 4 il, 5 il öncə səhifəmdə ilk dəfə başlayanda izləyicilərimə demişdim ki, çəhrayı maşın görməyə məqsədləyin və çəhrayı maşın şəkilləri qoymuşdum story bölməmə. Növbəti 3 gündə hər kəs şəhərdə nə qədər nadir tapılsa da çəhrayı maşın görməyə başlamışdı və bizim belə bir ənənəmiz ortaya çıxdı artıq səhifəmdə ki, çəhrayı maşını görən hər kəs fürsətləri görüb həmin gün uğurlu olacaq deməkdir. Elə ona görə də mənim öz coaching metodumun adı da, əsas böyük təlimimin adı da çəhrayı maşın qaldı o vaxtdan bəri. Bütün bunlar bir qırağa. Ümumiyyətlə biz beynimizə, rektikular aktiv sistemimizi nəyə fokusluyuruq, ona nə tapşırıq veririk, o icraya keçir sanki. Ona görə də Dream Board ümumiyyətlə ilk öncə bizə buna kömək eləyir ki, sanki icraya tapşırıq göndəririk, belə deyərlər. Hər hansı bir şirkətdə işləyirsinizsə, mən öz şirkətimin rəhbəriyəm və bilirəm orada icraya tapşırıqlar verirəm davamlı və tapşırıqlar icraya verilməsə onlar gerçəkləşmir. Bu da o cürə bir şeydir. Biz sanki rası aktivləşdirmək üçün ona bir tapşırıq veririk. O tapşırığı vermək üçün əlbəttə məqsədləri düzgün şəkildə yazmaq, Dream Boardlar düzəltmək, fərqli üsullardan istifadə etmək çox yaxşıdır. Amma burada maraqlı bir şey var. Məqsədləri sadəcə rası məqsədlərə fokuslamaq yetmir. Çünki əgər mən bu anda özümü fokuslamışamsa ki, mən qara rəngdə şam görəcəyim, tutaq ki, düzdür? Və mən qara rəngdə şam gördüm. Əgər sadəcə görməklə yetinəcəksə rast, çünki rast fokuslanıb sadəcə həmin şeyə. Amma sonrası necə gedəcək bilmir. Əgər həqiqətən də bunu gördük, sonra necə bu fürsəti istifadə eləyəcəm, necə buna çatacağam, onu psixika hələ özünə belə deyərlər, proqramlanmayıbsa, bununla bağlı heç bir təcrübəmiz yoxdursa, o zaman o arzunun məqsədinin də reallaşması çətinləşir. Ən birincisi nədir? Ən birincisi biz məqsədləri düzgün qoymalıyıq ki, biz o məqsədlərə doğru gedən yolu da çizə bilək. Çünki fərqi yoxdur, o məqsəd, istədiyiniz arzunu kimsə sizə hədiyyə eləyəcək. Yoldaşınız, sevgiliniz sizə verəcək, yoxsa özünüz işləyib qazanıb alacaqsınız, pulla bağlıdırsa, yoxsa özünüz təsadüfən olacaq, yoxsa sürpriz olacaq, yoxsa öz-özünə mi yaranacaq, yoxsa siz özünüz mü onu yaradacaqsınız, heç fərqi yoxdur. Ən birincisi bu məqsədləri düzgün yazmaq lazımdır. Mənim çəhrayı maşın təlimində kitabça var, artıq təlimi keçənlər bilir.
Həmin kitabçadan bir praktikanı sizlərlə istəyirəm eləyək. Bu bizim zənginlik çarxımızdır. İlk öncə bu zənginlik çarxını bilməyimiz gərəklidir, düzgün məqsədlər qoya bilməyimiz üçün. Bu zənginlik çarxını mən aşağıda açıqlama bölməsində qoyacağam Telegram kanalımda. Telegram kanalına keçid eləyərək sizlər də bunu baxa bilərsiniz, şəkil formatında yükləyib bunun üzərində işləyə bilərsiniz. Bu zənginlik çarxı istənilən bir coaching metodunda öyrədilən bir şeydir, bəlkə də bilirsiniz, amma baxın burada həyatın 8 sferası var. Sağlamlıq, münasibətlər, mühit, vəzifə, bolluq, özünü təkmilləşdirmə, həyatı rəngarənglik və mənəviyyat. Mən indi istəyirəm dream board düzəltməzdən öncə ümumiyyətlə doğru düzəldə bilək deyə bunu. Öncə mütləqdir ki, bu həyatın 8 sferası üzərindən biz özümüzə ballar verək ki, həyatımızın hansı sferasında özümüzü tam və yaxşı hiss eləyirik, hansı sferasında isə əziyyət çəkirik və yaxud özümüzə 100 bal üzərindən yüksək bal verə bilmirik. 8 həyat sferası üzərindən özümüzə 100 ballıq sxemlə ballar versək ki, həyatımızın hansı hissəsini ən yaxşı reallaşdırmışıq, hansı hissələrdə hələ boşluqlar var, duyğu azlığı var, rəngarənglik yoxdur və s. Biz daha aydın görə biləcəyik ki, dream boardumuzu hazırlayarkən nələrə daha çox fokuslanmalıyıq. Niyə? Çünki çox insan məsələn nədə səhv eləyir? Münasibət mövzusundan qaçır. Tutaq ki, burada münasibət həyatın bir sferasıdır. Davamlı məqsədlərini qoyur pul vəzifə üzərindən. Çox insan bunu eləyir. Ya da pul vəzifə mövzusundan qaçır, məqsədlərinin hamısını qoyur münasibət üzərindən. Belə olduğu zaman balans pozulur, psixika özünü daha çoxuna eləyə bilmir. Çünki insan üçün insanın ən baza ehtiyacları var. O ehtiyaclar bax burada gizlidir. Hər bir insanın özünü tam hiss eləməsi üçün bu 8 sferada həyatında müəyyən qədər irəliləməlidir, müəyyən nailiyyətlər əldə etməlidir, müəyyən bir şeylər olmalıdır həyatında. Çünki əgər siz sağlamlıq sferasında məqsəd qoymaqdan qaçırsınız, bütün məqsədlərinizi pul və sevgi üzrə qoyursunuz, amma ən çox əziyyət çəkən həyat sferanız sağlamlıqdırsa, bu o deməkdir ki, dream boardunuzu heç də Hermeslər, yaxtalar, nə bilim, walk-in wardrobelar ya da kartierlər üzərinə ya da öpücüklər üzərinə qurmamalısınız. Əksinə, dream boardunuz daha böyük hissəsi burada həyat sferaları üzrə ən zəif olan hissəyə fokuslanmalıdır. Yəni, sağlamlıq ən zəifdirsə sizdə, o zaman məqsədlərinizi dream boardunuzda daha çox sağlamlıq üzrə şəkilləri olmalıdır. Bunu belirlədikdən sonra bu sxem üzrə, daha sonra biz davam eləyirik. Nə üzrə? Davam eləyirik biz məqsədlərimizi yazmaqla. İlk öncə cızmaqarı eləyirik məqsədlərimizi. Burada artıq fərqi yoxdur. İndiki zamanda keçmiş, gələcək, yoxsa past, present, perfect, continuous və s. edirsiniz. Heç fərqi yoxdur. Niyə fərqi yoxdur? Bəli, bir çox insan deyir ki, indiki zamanda yazanda daha çox inanırıq, amma təkcə inanmaq yetmir axı. Həmçinin də proqramlanmış olmaq lazımdır bu şeyə. Mən məsələn özümdən götürsəm, heç vaxt indiki zamanda məqsədlər yazmamışam, heç vaxt dream board hazırlamamışam bu yaşımacan, amma necəsə gerçəkləşib o məqsədlər hamısı olub həmişə. Həyatımı bir dream board kimi yaşayıram. Bir çox izləyicilərimin də elə dream boardunda mənim şəkillərim var həmişə. Çox sevinirəm buna bu arada. Amma necə olur bəs bu? Necə olur ki, bəzi insanlar ümumiyyətlə ehtiyac duymur indiki zamanda yazmağa, dream board hazırlamağa və s. Çünki o insanlar ümumiyyətlə nəsə istəyəndə onu doğru məqsəd deyə bilirlər. Bu necə olur? Gəlin buna baxaq. Əgər burada belirlədirsə ki, hansı sahə üzrə daha çox məqsədlər qoymalısınız, hansı sahəyə biraz fasilə verməlisiniz ya da daha az məqsədlər qoymalısınız. İkinci etapda biz baxmalıyıq ki, bizim cızmaqara elədiyimiz, istədiyimiz, yazdığımız məqsədlər nə dərəcədə özümüzü əhatə edir, belə deyərlər. Nə dərəcədə özümüzə aiddir. Çünki çox zaman yazdığımız, yazacağımız və yapışdıracağımız şəkillər çox zaman sosial mühit, ana, ata və s. belə istəyir deyə belə yazırıq, belə edirik. Məsələn, kimsə sizdən istəyirsə ki, sizin maşınınız olsun, siz maşın şəkli yapışdırırsınız. Çünki sosial olaraq hər bir gəncin maşını olması uğur sayılır. Amma əslində ola bilər ki, sizə heç maşın lazım deyil, siz daha çox səyahət istəyirsiniz. Ya da sizə indiki anda ən çox lazım olan şey bura baxanda, ən çox lazım olan şey sağlamlıq, idman, əzələ kütlənizi artırmaqdır. Niyə? Çünki özünüzə aid olmayan məqsədlər qoyanda siz dream boardunuza da, yazdığınız məqsədlərə də, rasa belə başqasına aid bir şeyi deyirsiniz. Yəni,
Bu həmişə mən deyirəm, bilirsiniz nəyə oxşuyur? Başqa bir insanın evini təmizləməyi özünə məqsəd qoymağa oxşuyur. Okay? Çünki bu başqasının məqsədidir, başqasına aid olan bir şeydir. Sosial mühit düşünür ki, 30 yaşacan evlənmək lazımdır. Bəlkə sən istəmirsən və yaxud da sosial mühit düşünür ki, mütləq maşının olmalı. Bəlkə sənin tamam fərqlidir istəyin, köçmək istəyirsən ümumiyyətlə, başqa yerdə yaşamaq istəyirsən. Sosial mühit məqsədləyir ki, bəli, sadəcə bir münasibət, bir evlilik qurmalısan və orada xoşbəxt olmalısan, amma bəlkə sənin nutrona, təbiətinə tamamilə fərqli bir şahiddir və yaxud da indi uğursuz münasibətdəsən və başqa bir münasibət qura bilərsən, düzdür? Ona görə də məqsədlərimizə cızma-qara eləyəndə, məqsədlərimiz ətrafında düşünəndə çox önəmlidir baxmaq ki, bu məqsədlər mənim həqiqətən özümə, öz nutroma aiddir, yoxsa sadəcə valideynlərimin proqramları onların istəkləri üzərinə mi qurulub və yaxud da sosial mühitin proqram və istəkləri üzərinə qurulub. Biz çıxdaş eləyirik o məqsədləri ki, hansılar ki, bizə aid deyil, başqası istəyir, özümüzü başqasına göstərmək üçün eləyirik və s. Yerdə qalan nə məqsədlər var, başqasından da ilham götürərək, məsələn, mənim səhifəmdən də ilham götürə bilərsiniz. Telegram kanalında da 61 məqsəd yazmışam 2026 üçün. Onlardan da ilhamlana bilərsiniz. Başlayırsınız cızma-qara eləyib həmin o, belə deyərlər, məqsədlərə uyğun Pinterest yükləyə bilərsiniz. Şəkillər tapırsınız ya da Google-dan ola bilər. Şəkillər tapırsınız, Instagram-dan ola bilər, screenshot eləyirsiniz və onları balaca Canva-da yığa bilərsiniz bir A4-ün üzərinə və onları çıxartdırırsınız balaca ölçülərdə ya da gedib foto çıxartdıran ya da PDF çıxartdıran yerlərdə rəngli deyə bilərsiniz ki, balaca ölçülərdə çıxarılsın. Daha canlı, daha çox yaratmaq istədiyiniz şəkli siz çıxartdırsınız, daha yaxşı olar. Əlbəttə, sonra evə gəlirsiniz. Daha yaxşı olar ortaq alanda dostlarınızla bərabər eləyəsiniz bunu. Qəşəng maraqlı bir ortam yaradıb eləyəsiniz. Böyük bir A5 kağız götürürsünüz. A5 yox, A3 deyirlər buna, səhv eləmirəmsə. A3 kağız götürürsünüz və onun üzərinə kley də götürürsünüz, yapışdırmağa başlayırsınız. Niyə bu önəmlidir? Çünki əlinizlə bunu etdiyiniz zaman 5 duyğu orqanınız hərəkətə keçir. Həm də qrup şəklində dostlarınızla yığışaraq etdiyiniz zaman ya da bacı qardaşınızla həm danışırsınız, həm deyirsiniz, həm duyğularınız hərəkətə keçir və s. 5 duyğu orqanı hərəkətə keçəndə siz daha çox rası da fokuslaya bilirsiniz retikular aktiv sistemə. Həmçində daha çox enerji ayrılır bədəninizdən, belə deyərlər, həmin məqsədə doğru və daha sürətlənir proseslər. Bir də qrup formatında etdiyiniz zaman bir-birinizə də məsləhətlər verə bilərsiniz bu yöndə. Bunu edərkən ilk öncə məqsədlərin bu dream board'un çox insan səhv eləyir. Üçüncü əsas məsələ nədir? Əsas səhv odur ki, əsas məsələ diqqət edilməsi gərəkən odur ki, çox insan çox uzaq olan məqsədlər qoyur. Məsələn, və psixikanı qorxudur. Psixika başa düşür ki, okey, psixika yenə çünki uşaq vaxtı böyüdüyünüz evdə məyusluq yaşamısınızsa, uşaq vaxtı böyüdüyünüz evdə davamlı uğursuz biri kimi aşılanıbsa sizə, belə deyərlər, öz kimliyiniz, siz dream board'unuzu da düzəldəndə elə düzəldəcəksiniz ki, baxanda özünüz də başa düşməyəcəksiniz ki, bunu necə eləyə bilərəm. Çünki bəli, var elə şeylər. Və elə şeylər var ki, bura qoysaq, hətta çox uğurlu insan belə özünü qorxuda bilər. Niyə? Çünki bəzi şeylərə zaman lazımdır. Ona görə biz nə edirik? Birincisi, çatıla biləcək. Yəni 2026-cı il ərzində çatıla biləcəyinə inandığımız və düşündüyümüz şeyləri bura yazırıq. Yəni əgər heç vaxt məsələn publik çıxış etməmisinizsə, birdən-bir istəyirsinizsə 20 minlik zalda çıxış eləyəsiniz, psixikanı qorxuda bilərsiniz bu şəkildə. Daha xırdaltmaq lazımdır, belə deyərlər. Digər əsas məsələ isə artıq aktivləşsin deyə bütün enerjiniz o məqsədlərə doğru. Çox önəmlidir, düzəltdiyiniz dream board'a yazdığınız məqsədlərə də heç olmasa 5 dənə çox rahat, növbəti bir ayda gerçəkləşdirə biləcəyiniz bir şeylər yapışdırmaq və yazmaq. Bunlar nə ola bilər? Çox sadə bir şeylər. Məsələn, hər hansı bir parfüm almaq sizin üçün rahatdırsa, yəni onsuz da çox rahat edə biləcəyiniz və edəcəyiniz şeylər. İdmana başlamaq, məsələn, mən burada yapışdırmışdım idmana başlamaq zalda və evə təmizlikçi tapmaq. Mən hər ikisini bunu hazırladığım gün etdim, tapdım artıq və tiklədim. Bu neyinir? Əgər biz rahatlıqla bir ayda artıq tiklənə biləcək, gerçəkləşdirilə biləcəyimiz bir şeylər yapışdırdığımız zaman bizim bədənimizdə bu
dream board'a nəzərən dopamin yaranır. Artıq biz baxırıq, artıq dopamin salgılanır bədənimizdə və biz özümüzü nəticəyə çatmış hiss eləyirik, uğurlu hiss eləyirik və belə olanda bu dream board'a nəzərən qurban roluna düşmürük artıq. Bu çox önəmlidir. Məqsədlərimizdən 3-ünü, 5-ini artıq çox rahat hərəkətə keçirilə bilən 3-5 məqsəd o birisi məqsədlərin arasına yapışdırdığımız zaman artıq ilk aydan psixika görəndə ki, tikləyə bildim. Artıq nə baş verir burada? Psixika uşaq vaxtı yaşadığı o nə deyirlər ona, məyusluq hissi, uğursuzluq hissini artıq ləğv eləyir sanki. Bu dream board'a yüklənmir o hiss. Əksinə, mən bacardım hissi yüklənir. Çox rahat alına biləcək şeylər olduğu üçün. Digər şeylər çətin ola bilər, amma aktivləşir artıq proses. Sizin üçün hər hansı bir məqsədə çatmaq çətinləşmir. Okay? Və sizin artıq dream boardunuza daha çox enerji qatılır, düzdür? Növbəti 4-cü əsas məsələ nədir? İnsanların qaçırtdığı bir şey var. Bura çox şey yapışdırırıq, çox məqsədlərdə yazırıq. Bir çox insan yazır, yapışdırır, sonra ilin sonu gələndə, məsələn 2005-ci ilin sonu gəlib, nə qədər məqsədlərinizi gerçəkləşdirmişsiniz ki, çox zaman nə görürük? İl sonu gəlib və mən hələ də yerimdə sayıram, yox ha, yerinizdə saysaz yaxşı olardı. Bir çox insan hələ də valideynlərinin olduğu nöqtədə ilişib qalıb. Bu nə deməkdir? Yəni hələ də birinci psixolojik səviyyədən çıxmamışam. Məqsədləri çox qəşəng yazmaq olar. Dream board'u çox ideal düzəltmək olar. Çoxlu rituallar və praktikalar deyə bilərlər sizə etmək üçün. Amma tək bir şey etməsəniz, bütün hamısı zibilə gedəcək və gerçəkləşməyəcək. Bu da bilirsiniz nədir? Bu da odur ki, biz valideynlərimizdən, nəslimizdən bizə gələn bu məqsədləri həyata keçirmək yolunda bizə gələn duyğuları, negativ proqramları, onların yaşadıkları hər hansısa uğursuzluqları biz aşmasaq, duyğu səviyyəsində, şuuraltıda o proqramları yenidən proqramlamasaq, bizim psixika üçün yazdığımız bir şeylər qorxulu gəlir. Ona görə də gerçəkləşmir və yaxud da gec olur. Məsələn, uzun illərdir maşın ala bilmirsinizsə, çox primitiv bir məqsəd, düzdür? Və düşünürsə ki, niyə? Baxmağınızı istəyirəm. Uşaq vaxtı ailənizdə ata-ananızın maşını olubmu yaxşı? Çünki onların maşını olmayıbsa, sizin psixikanız üçün artıq sizin maşınınızın olması təhlükədir. Çünki ata-anamda nə görmüşəmsə, o güvənilir gəlir mənə. Onlarla yaşadığım duyğular, keçdiyim yollar, onlar daha güvənilirdir və daha tez özüm reallaşdıra bilirəm. Fürsətləri götürüb də reallaşdıra bilirəm o şeyləri. Hansılar ki, böyüdüyüm evdə görmüşdüm. Amma uşaq vaxtı eşitmişsinizsə ki, nə bilim, babanız, dayınız, tutaq ki, maşın qəzasında dünyasını dəyişib ya da ümumiyyətlə ata-ananız heç vaxt maşın ala bilməyib və davamlılığınız əziyyət çəkib metroda, hər hansısa problemlər yaşayıb. Sizin psixikanız üçün əlbəttə təhlükəli gəlir yeni bir fiqur. Bu nədir? Maşın fiquru. Çünki uşaq vaxtı görülməyən, təhlükəli olan bir şeydir. Sanki bu çatılmayan bir şeydir psixikanız üçün. Ona görə də biz ümumiyyətlə mənimlə bərabər olan proseslərdə, təlimlərdə və s. mütləq şəkildə bu proqramları işləyirik. Çünki proqramlarımızı işləməsək, yazdığımız məqsədlər də gerçəkləşir, təsadüfi olur, bir çoxu gerçəkləşmir. Və yaxud da biz həyatımızın tam məsuliyyətini öz əlimizə ala bilmirik. Tam olaraq deyə bilmirik ki, tamam, bunu mən istədim, aldım. Yuxarı həyat səviyyəsində, yəni yuxarı psixolojik səviyyədə olan insan, hansı insanlar ki, valideynlərinin yaşadığı sxema, proqramlardan çıxıb, o insanlar həyatlarının iplərini əlinə almış insanlardır. Onlar proaktiv insanlardır. O insanlar gördüm, seçdim, ovladım, yedim prinsipi ilə yaşayırlar. O insanlar üçün məqsədləri o məqsədlərə nəzərən qurban roluna düşmürlər. Yəni məqsədlər öz qurban rollarını aktivləşdirmək üçün bir çıxış yolu deyil. Yəni çox insan bu dream boardu düzəldir, o şəkilləri telefonuna yüklür və s. məqsədləri də yazır, amma məqsədlərinin nəzərən qurban roluna düşür. Çünki siz hələ də rollarda ilişmişsiniz və s. keçmiş mamanız qurban rolundaydı, siz də qurban rolundasınızsa, siz bu rolu, bu duyğu burulğanını öz dream boardunuzda və məqsədinizə qarşı da yaşamağa davam eləyəcəksiniz və bu sizə maneə olacaqdır. Və davamlı bu maneələrdə ilişib qalmamaq üçün ona görə də lazımdır ki, hər daim şuuraltımız, duyğularımız, proqramlarımız üzərində işləmək. Əlbəttə bunu bir
özünə əzab vasitəsi kimi istifadə eləmək yox, əksinə özünü inkişaf vasitəsi kimi istifadə eləmək. Düşünürəm ki, bugündən etibarən mənim dediklərimi götürərək siz öz dream boardunuzu düzəldib 2026-cı ilə daha yaxşı hazırlaşacaqsınız. Soruşsanız isə mənimlə daha yaxın kontaktda necə ola bilərsiniz, mənimlə necə işləyə bilərsiniz, aşağıda açıqlama bölməsində mən sizlər üçün Telegram kanalımı, Instagramımı və əlbəttə ki, bu bizim zənginlik çarxının olduğu faylı da mən Telegrama yükləmişəm. Onun da linkini aşağıda qoyacağam. Rəylərdə mənə yazın. Düzəltdinizmi dream boardu? Əvvəllər etmisinizmi belə bir şey? Mənim üçün ilk idi, amma bu sxemi də çözdüm artıq. Çünki artıq bir həftə olmayıb, amma bir neçəsini mən gerçəkləşdirmişəm və düşünürəm ki, bir ilə qalmaz, hər biri gerçəkləşər. Hər birinizə təşəkkür edirəm. Növbəti YouTube videolarımda görüşənə qədər